Sabahınız xeyir, dəyərli izləyicilər. Belə bir möhtəşəm mənzillə, belə bir gözəl qonaq otağı ilə qarşıladım bugün sizi. Nərmanov rayonu, Nərman metrosu yaxınlığı, Əliyar Əliyev küçəsi, metroya təxminən piyada maksimum 5-10 dəqiqəlik məsafədə 18 mərtəbəli rezidens, yeni tikili binanın 5-ci mərtəbəsində 63 kvadrat ölçülü 2 otağa ideal şəkildə düzəldilmiş bir mənzil təqdim edirdik sizə. Mənzilimiz tam əşya tərtibatı ilə olduqca gözəl dizayn edilib. Qonaq otağının gözəlliyini göstərmək istədim. Qayıdacam bura. Xoldan başlayaq. Ümumi yerləşməni izah edeyim sizə. Texniki məlumatlar 63 kvadrat ölçü, 18 mərtəbəli yeni tikili rezidens bina, 5-ci mərtəbəsi. Binanın 2 mərtəbəli yeraltı avtoparkinqi, geniş həyətyanı sahəsi, uşaq meydançası, istirahət yükələri, hər şey ideal şəkildə olan bir binadır. Və bu binada belə bir mənzil 63 kvadrat ölçüdə. Xol hissənin genişliyini görürsünüz. 2 otağa düzəlmiş mənzilə görə olduqca ideal proyekti və ideal genişliyi olan, otaqların rahatlığı olan bir mənzildir. Giriş qapısını görməkdəsiniz. Giriş qapısından solda belə bir tam boy gömmə qardirob mebeli yığılıb. Alt hissəsi ayaqqabılıq kimi gizli işıqla tərtib edilib. Pufik oturacağına qədər, açarlığına qədər və qardirobun qapalı hissələrinə qədər hər şey nəzərə alınmış vəziyyətdədir. Giriş qapısından sağda belə bir dekorativ güzgüdən istifadə edilib, gizli işıqlı. Ümumi divar rənglərində dekorativ boya növləri olan venesiyankalardan, məxməri və qumlu teksturalardan istifadə edilib. Xol boyu qranitisi döşəmədir. 2 otağa düzəlmə məhz mətbəxin xol hissədə belə ayrılması ilə əldə edilib və 63 kvadrat ölçülü mənzilə görə kifayət qədər böyük ölçülü bir mətbəx mebeli var. Tam boy şəkildə yığılıb. Əla teksturada, əla rəngdə. Soyuducunun yerləşimi nəzərə alınıb. Burada elektrik sobasının yerləşimi nəzərə alınıb. Qaz və gizli aspirator yerləşdirilib. Üzəri mərmərlə işlənib, süni mərmərlə. Və burada mənzilin yataq otağı, burada qonaq otağı, burada isə böyük ölçülü bir sanuzel var. Həm də camaşırxana kimi tərtib edilib. Paltaryon yerləşimi orada nəzərə alınıb. Qonaq otağı ilə yenə təkrar davam eləyək. Genişliyini görürsünüz. 4 nəfərlik bir oturacaq dəsti ilə əslində 6 nəfərlik bir masadır. 4 oturacaqla yerləşdirilib. İstəyə uyğun uzunluğa yerləşmədə daha böyük yerləşmə əldə edə bilərsiniz. Divan yerləşdirilib, jurnal isə yerləşdirilib və belə bir olduqca gözəl görüntülü bir TV stand çıxarılıb ərsəyə. Əlavə olaraq burada da otağa girişdən sağda kreslo da yerləşdirə bilərsiniz. İstəyinizə uyğun hər hansısa bir əşya da yerləşdirə bilərsiniz. Jalüz mebel materialında jalüzlə, olduqca bahalı bir jalüzlə üzlənib qonaq otağının pərdəliyi və buradan Heydər Əliyev prospekti istiqamətinə və şəhər istiqamətinə əla bir baxış açılır. Qarşısı tam açıq bir mənzildir. Geniş bir balkonu var və bu balkon həm də eyni zamanda texniki balkondur. Kollektor sistemi, kombi sistemi və qaz sayğacı burada yerləşdirilib. Radiatorlarına qədər quraşdırılmış vəziyyətdədir. Divan arxalığı yenə travertin işləmə ilə əla tekstura verilib. Keçək yataq otağına. Yataq otağında da yenə döşəmə parketli otaqlarda onu vurğulamamışdım. Əla teksturalı yolka şəklində, yolka teksturada vurulub və bambuk parketdən istifadə edilib. Böyük ölçülü bir yataq dəstəyi yerləşdirilib. Yataq üzəri travertin və yarpaq tekstura ilə əla dekora edilib. Tumbaların üzəri yenə daraq tekstura və faskalı yüzgülərlə əla bəzədilmiş vəziyyətdədir. Tam boy qardirob mebeli yığılıb membran panellərdən və otağın make-upı da nəzərə alınıb. Gizli işıqlı güzgüsü və TV yerləşimi də öz qaydasında yerləşdirilmiş vəziyyətdədir. İndi isə və son olaraq mənzilin sanuzelini təqdim edeyim sizə. Sanuzelində də əla teksturalı rənglərdən istifadə edilib. Tam aksesuar yerləşimi həyata keçirilib. Gizli bir unitaz yerləşdirilib, divar içi unitaz və paltaryanın yerləşimi burada sağ istiqamətdə nəzərə alınıb və bütün avadanlıqları quraşdırılıb. Suşulka yerləşimi giriş qapısından solda, unitaz üzəri 2 ədəd nişə ilə əla bəzədilib. Mərmər üzüklü bir moydadır və belə bir duş hissə ayrılıb burada. Tam aksesuar tərtibatı həyata keçirilib sanuzellər. Mənzilin məlumatlarını bir daha xatırladım sizə. Nərmanov rayonu, Əliyar Əliyev küçəsi,
Nəriman metrosuna piyada məsafədə yerləşən 18 mərtəbəli rezidens binanın 5-ci mərtəbəsində 63 kvadrat ölçülü 2 otağa ideal şəkildə düzəldilmiş bir mənzil təqdim edirdik sizə. Mənzilimizə start olaraq təyin edilən qiyməti 285 min manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə reklamlaşın.